Bugün 19 Avqustdur, dostumla gedirik Bakıya, ev axtarmağa, tələbəyik, 2 həftə qalıb, amma hala da evimiz yoxdur. Baxay başımıza nə oyunlar gəlir. Biraz su aldım, gedirəm. Salam aleyküm. Salam, Bax, mən çəkəcəydim. Oturduq, maşındayıq, avtobusdayıq. Mən biləm, bura bax. 3 saat 37 dəqiqədir, mən meyxana qulasıram. Bir dənə su aldıq. Tu qarpız. Düşdük avtobusdan hal-hazırda. 20 yanvardayıq, gələk. 2 dənə, bir dənə də yolda makrel tapdıq, onunla görüşəcəyik. Stansiyada yığılırıq. Baxın dostlar, bu konuma necə gedə bilərik bilmirik. Bilmirik necə gedək. Konkret vəziyyət budur. Öz üçün video çəkir, hal-hazırda avtobusdayıq, gedirik. Başdayıq dostlar. Prosta bilmirik nə yedik. Yəni istiqamətə yaxınıq. Baxaydı yer-yerə gedə bilirik ya yox. Allah'a təvəkkül. Bəli, gözə bax. O birisindən sonra biraz məyus oldu, prosta pis. Yox, zaten tapanmayı, prosta biraz məyus oldu. Bura qapı. Qapıdan birbaşa, burada hamam, tualet. Bura bir otaq. Yəni pis deyil, normal. Mətbəxdə səliqəli. Burada zal, kondisioner işləyir bir dənə. Dostlar, bir makrelin yanından çıxdıq. Elə bir başqa ev görmüşdük. Sonra gəldilər, dedilər o ev verilib, başqa bir evi göstərdilər. O evdə tam belə ürəyimizə yatmadı. İkinci bir evə gedirik, onlara da baxaq. Bizdən geri dönüş gözlədilər. Amma həqiqətən də bir düz odur ki, yoxdur ev. Həqiqətən ev yoxdur olanlar üçün. Axtarırıq, o düşmüşük Bakı şəhərinə, ev axtarırıq. Bu boyutda yəni binaların içində biz üçün bir dənə ev yoxdur da. Biabırçılıydı. Gəlmişik indi makleri gözləyirik, konumdayıq. Baha bir əmlakla bağışdıq, qardaşlar bizi gətirdilər evə. Bu alınacaq evə tamam. Bu alınacaq inşallah. Əsasən. Bərbər xanası, şəhərin ən qəşəng bərbər. Və dostlar, üzümüz gülür, ev tapdıq, sağ olsun qardaşlar. Yer əla, düz gedirik buradan çıxırıq 28-ə İnqilabdan. Qaldı ki, ev super, qiymət də inşallah razılaşarıq. Axşam bir ev yesinə danışırıq və salam. Gözlə mənə adınızı gəlirəm. Mənim universitetim bir ay qalıb, bir ay. 28-dəyik. Və su götürürük buralıdan. Dedi yeməyə, acıq çünki. Kasıb menüsü və isi. Bəli dostlar. İndi gəlmişik Astuya, Texniki Universitetə. Bu deyir ki, bizi buraxacaq oradan. Buraxmazlar. Bu deyir, yox, buraxarlar. Gedək baxayım nə olur. Zərərləri falan dəyişilir. 5-ci korpusda burada nəqliyyat və energetika fakültə varsa, dördüncü mərtəbəsində nəqliyyat və istəsəniz ora görürsünüz. Bunlar nədir? Bu dəqiq universitetdir. Bununla bağlı sıfırdan startap günləri keçirik. Bax qardaşım, bu nədir? Eşqdir bu, hə? Hə, çək bir eşqini. Evimizə giriş eləyirik. Müəllim buradadır. Demək, girən kimi burada domofon var. Bakı domofon da budur. Qapını açmaq olmur. Bunu bir dənə indi açmaya biləm. Gəl, gir. Binaya gir. Onu zəngi oradan açmaq. Şey indi bağlandı. Açmaq olmayacaq. Belə. Ha, baxın burada dostlar, binanın çöldən görünüşü. Bura bizim binamız, 16 mərtəbəli bina, binanın girişi. Dostlar, dəyərli valideynlər, oğlanızı əmanət edin. Gəlin bizdə qalın. Beləliklə, bloqun sonuna çatdıq, evdə tapdıq. Tələbə olanlardan ev tapa bilirmi? Xeyr dostlar, oğlanlara ev yoxdur. Yoxdur, amma bir yaxşı Gəlin olanlara bizdə var. qalın. Bəli, yaxşı olanlara var. Sağ ol. Kim necə deyirlər, Bakıda ev axtarırsa tələbələrə, dost əmlaka müraciət edə bilərlər. Dəyərli izləyicilərimiz. Dostlar, gedirik 28-ə. Bura bax. Eydi, kayıyor. Bəli dostlar, Hüseyin müəllimin universitetinə gəlmişik. Hüseyin müəllim burada da dostlar. 80 manat sənə çatır da. İşi ilə məşğul olur. Abdusun, bilməyəm hansı Aşağı bir istədilər.
Dostlar, indi isə Azərbaycan Texnik Universitetinin bilmirəm neçənci girişidir. Bəsə bura məşhur girişdir, çox görmüşəm TikTokda zətdə. Gedək görək nə tərdir. Və Lənkərandayıq. Bunu da Lənkəran da məngisi. Sağ olun.